işğal altındakı ərazilərin faizi azaldılıb. 2 günlük əməliyyatların nəticəsi belə deməyə əsas verir. Əmin olun ki, bu hələ başlanğıcdır. Qələbəmiz mübarək. Bugünün əsas buraxılışı başladı. Studiyada Səliminə ilə Əkbərlidir. Axşamınız xeyir olsun. Əvvəlcə anonslar var. Azərbaycanın şanlı ordusu işğal altında olan torpaqların 5%-ni azad etdi. Azərbaycan, Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatları dayandırdı. Amma bir şərtlə, bir qarşı tərəf bundan istifadə etməz. Onlar da dayandırsınlar, oturduğu yerlərdə də qalsınlar, tərpənməz. Təmas xəttində yaranan vəziyyət onu göstərir ki, doğrudan da Azərbaycan ordusu, Azərbaycan zabiti və Azərbaycan əskəri qəhrəmandır. Prezident Ali Baş Komandan yaralı əskərləri ziyarət etdi. Milli Məclisdən beynəlxalq təşkilatlara etiraz. Rəsmi Bakı, ATƏT-in Minsk qrupunun bugünkü toplantısına heç bir ümid bəsləmir. Ateşkəs ərəfəsində cəhbədəki son vəziyyət necə idi? Oğlum qabaqda döyüşür, mən də uşağımı qoş gedən deyiləm. Qabaqdadır oğlum. Onun üçün də heç ara getməmişəm, oturmuşam. Füzulidən Zəngilana, Cəbrayıla gedən yol Azərbaycan ordusunun nəzarətinə keçdi. Lələtəpə yüksəkliyi elə bir strateji yüksəkliyidir ki, o artıq Füzulidən Zəngilana, Cəbrayıla gedən yolu nəzarət altında saxlayır. İşğaldan azad edilən yüksəkliklərin strateji əhəmiyyəti bugündə. Bəli, bir daha axşamınız xeyir olsun, indi təfərrüatı ilə olacaq. Azərbaycan Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə bugün saat 12-dən əməliyyatları dayandırıb. Müdafiə Nazirliyindən bildirilib ki, hazırda silahlı qüvvələrimizin bölmələri azad edilən torpaqlarda möhkəmləndirmə işlərini həyata keçirir. Aprelin 4-dən axşam saatlarında və aprelin 5-nə keçən gecə ərzində bütün cəbhə boyu vəziyyət gərgin olaraq qalıb. Xocavənd, Füzuli və Ağdərə Tərtər istiqamətlərində itirilən mövqelərinin geri alınmasının heç bir nəticə vermədiyini anlayan Ermənistan tərəfi qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutub. Bu istiqamətdə düşmənin ən iri hərbi bazalarından biri sayılan Ağdərə şəhərinə aparan əsas yol üzərində və onun şimalında yerləşən strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazanın qərargahı dəqiq zərbələrlə dağıdılıb. Düşmənin müdafiə xəttində mühəndis baxımdan hazırlanan və dairəvi atəş tutma üçün səngərlərdə yerləşən 3 ədəd döyüş tankı heyətlə birlikdə məhv edilir. Qeyd edim ki, Region TV-nin əməkdaşları cəbhədə vəziyyət gərginləşəndən təmas xəttində olublar və operativ çəkilişlər həyata keçirirlər. İndi biz Region TV-nin əməkdaşı Rasim Salihli ilə birbaşa bağlantı yaradacağıq və o bizə cəbhədəki son vəziyyətlə bağlı məlumat verməlidir. Rasim, axşamınız xeyir olsun. Buyurun, siz hər halda Tərtərdəsiz və orada vəziyyət necədir? Hər halda biz saat 12-dən əməliyyatları dayandırmışıq və ondan sonra nələr yaşanıb, buyurun sizdən eşidək. Axşamınız xeyir Səliminə xanım. Bəli, bu gün saat 12-dən sonra məlum olduğu kimi əməliyyatlar iki tərəfli dayandırılıb. Bundan sonra Tərtər rayonu ərazisində heç bir atış səsləri eşidilməyib təbii ki. Bu əhali arasında da çox yüksək səviyyədə ruh yüksəkliyi var. İstər atış dövründə, istər indi onlar heç belə deyək, qanlarını qaraltmayıb və hər zaman irəli əsgərlərimizin yanında olduqlarını qeyd ediblər və hal-hazırda da qeyd edim ki, Tərtər rayonu ərazisində nisbi sakitçilikdir. Rasim, çox sağ olun, amma bir məlumatı dəqiqləşdirmək istəyirəm. Daha doğrusu, yəni bəzi internet saytlarında məlumatlar var idi. Jurnalistlərin maşınları demək atəşə tutulub, belə bir məlumat yayılmışdı. Yəni bu nə dərəcədə doğrudur və varmı bundan bağlı bilginiz?
Bizim olduğumuz ərazidə bu 3 gün ərzində biz burada olduğumuz vaxtda, bizim olduğumuz ərazidə biz bunu heç də qeydə almamışıq. Yəni ki, jurnalistlərlə əlaqədar hər hansı bir insident yaşansın, yəni bu belə bir sahədə atəşə tutulmaq. Amma onu deyə bilərəm ki, biz olduğumuz tanıdığımız jurnalistlərlə də belə əlaqəmiz olub, yəni ki, belə bir şey biz rast gəlməmişik. Aydındır, çox sağ olun, minnətdarıq və bir daha xatırladım ki, cəbhədəki son vəziyyətlə bağlı Region TV-nin əməkdaşı Rasim Salihlə ən son məlumatları çatdırdı. Azərbaycan döyüş əməliyyatlarını bir şərtlə dayandırır ki, qarşı tərəf bundan istifadə etməsin və onlar da atəşi dayandırsınlar. Biz öz torpağımızdayıq və başqasının torpağında gözümüz yoxdur, amma heç kimə imkan verməyəcək ki, bizim torpağımızda hökmranlıq etsin. Bunu Ali Baş Komandan Prezident İlham Əliyev cəbhənin təmas xəttində gedən döyüşlərdə yaralanan hərbiçilərlə görüşdə bəyan edib. Əskərimizin qəhrəmanlığını yüksək qiymətləndirən dövlət başçısı deyib ki, Azərbaycan öz torpaqları uğrunda mübarizə aparır. Ali Baş Komandan Prezident İlham Əliyev cəbhənin təmas xəttində döyüşlərdə yaralanan və Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbiçilərə baş çəkib. Müdafiə Naziri Zakir Həsənov məlumat verib ki, cəbhənin təmas xəttində ermənilərin təxribatının qarşısını alarkən qəhrəmanlıqla döyüşən və yaralanan hərbiçilərin bir hissəsi müalicə olunmaq üçün hərbi hospitala yerləşdiriliblər. Hazırda onların müalicəsi istiqamətində zəruri tədbirlər görülür. Minnətdarlıq bildirmək istəyirəm. Vətən uğrunda, torpaq uğrunda qəhrəmancasına vuruşmusunuz, vətəni qorumusunuz, ərazi bütövlüyümüzü qorumusunuz. Azərbaycan xalqı sizinlə fəxr edir. Yaralanmışsınız döyüşlərdə, ancaq qələbəni qazanmışsınız. Arzumuz budur ki, canım, torpaqlarımızı azad edək. Bugünkü gündə biz burada yaralı olsaq da belə, amma qəlbimiz oradadır, biz də döyüşlərdə iştirak edirik. Siz torpaqların azad edilməsi üçün artıq nə lazımdır eləmirsiniz. Azərbaycan ordusu düşmənə layiq cavab verdi, düşmən təxribatının qarşısını aldı və təmas xəttində yaranmış vəziyyət onu göstərir ki, doğrudan da Azərbaycan ordusu, Azərbaycan əskəri, zabiti böyük işlərə qadirdir, qəhrəmandır. Prezident qeyd edib ki, Azərbaycan ordusu düşmənə layiqli cavab verib, erməni təxribatının qarşısını alıb. Ölkə başçısı əskərimizin qəhrəmanlığını yüksək qiymətləndirib. Ali Baş Komandan bildirib ki, Azərbaycan öz torpaqları uğrunda mübarizə aparır. Və əgər bugün yenə də Ermənistan rəhbərliyi öz səhvlərini başa düşüb, danışıqlar masasında özünü səhmi apararsa, əminəm ki, məsələnin sülh yolu həlli üçün imkanlar var. Hər halda biz bunu istəyirik. Və bir daha demək istəyirəm ki, Azərbaycan bugün də bəyan edir ki, bir tərəfli qaydada bütün döyüş əməliyyatlarını dayandırır, amma bir şərtlə ki, qarşı tərəf bundan istifadə etməsin. Onlar da dayandırsınlar, oturduğu yerlərdə də qalsınlar, tərpənməsin. Biz öz torpağımızdadır. Bizim başqa ölkənin torpağında gözümüz yoxdur. Heç bir başqa ölkənin torpağını işğal etməmişik. Amma heç kim imkan verməyəcək ki, bizim torpağımızda hökmranlıq etsin. Torpaqlarımızın bütövlüyü uğrunda mübarizə aparmağın hər bir ölkə vətəndaşının müqəddəs borcu olduğunu deyən dövlət başçısı Azərbaycanın ərazi bütövlüyünün heç vaxt müzakirə mövzusu olmadığını və bundan sonra da olmayacağını vurğulayıb. Prezident İlham Əliyev Məsim Hacıyevin Azərbaycanın İstanbuldakı baş konsulu təyin edilməsi haqda sərəncam imzalayıb. Dövlət başçısının digər bir sərəncamı ilə Əli Əlizadə ölkəmizin Təbrizdəki baş konsulu vəzifəsindən geri çağırılıb. Prezident İlham Əliyevin daha bir sərəncamı ilə Anar Məhərrəmova 2-ci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib və o Azərbaycanın İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Cəmi 3 gün və bol uğur. Azərbaycan ordusunun qısa müddətli əks həmlə əməliyyatında düşmənə böyük zərbə vuruldu. Azərbaycan ordusu mütləq qələbə qazandı. Azərbaycan ordusu uzun müddətli deyil, cəmi 3 gün ərzində əks həmlə əməliyyatı keçirdi. Qısa müddətli döyüş ərzində işğaldakı ərazilərin 5%-i düşməndən təmizləndi. Bununla da rəsmi olaraq işğalda olan 20%lik torpaqların 1%-i azad olundu. Azərbaycan ordusu əməliyyatları 2 istiqamətdə apardı. Bunlar Tərtər, Ağdam, Ağdərə və cənubda Xocavənd, Füzuli, Cəbrayıl istiqamətləri idi. Hər iki zonada silahlı qüvvələrimizin uğurlu əks həmlə əməliyyatları zamanı bir neçə kənd ordunun nəzarətinə keçdi. Bununla da mövqelərimiz Ağdərə, Xocavənd rayonlarına və Sərsəng su anbarına yaxınlaşdı. Lələtəpə yüksəkliyində indi Azərbaycan əskəri durur. Horadiz istiqamətində də düşməni bir neçə kilometr ərazidə yerə otuzduran ordumuz strateji əhəmiyyətə malik mövqelərə yiyələndi. İndi Cəbrayıl rayonunun Cocuq, Mərcanlı və Mehdli kəndi yaxınlığındakı mövqelər Azərbaycan ordusunun əlindədir. Bu da ordumuza Araz çayı boyunca tarixi Xudafərin körpüsünə qədər Azərbaycan-İran sərhədlərini nəzarətdə saxlamağa imkan verir. Silahlı qüvvələrimizin nəzarətinə keçən üstün mövqelərdə bölmələrimiz tərəfindən mühəndis istehkam işləri görülür, ərazinin vizual kəşfiyyatı aparılır və düşmənin hərəkətləri izlənilir. Ordumuzun həyata keçirdiyi qabaqlayıcı tədbirlər və dəqiq vurulan atəş zərbələri nəticəsində düşmən böyük itkilərə də məruz qaldı. Ermənilər canlı qüvvə sarıdan itkilərini gizlətməyə çalışsa da, sıradan çıxarılan texnikaların sayı itkilərin açıqlananından dəfələrlə çox olduğunu göstərir. Bunu Rusiyalı hərbi ekspert Alik Kuznetsov da təsdiqləyir. Onun sözlərinə görə dəqiq bilinir ki, 12 erməni tankı məhv edilibsə, adi hesablama ilə elə bu 36 nəfərin əksəriyyətinin həyatını itirməsi, az qisminin isə yaralanması deməkdir. İşğaldan azad olunan Talış kəndində ermənilərin 500 nəfərlik bir alayı mövcud idi. Erməni mənbələri də rəsmən təsdiqləyiblər ki, həmin alayın hüquqşünası öldürüldü. Ekspertin də sözlərinə görə alayın hüquqşünası əməliyyatlara qoşula biləcək ən sonuncu şəxslərdəndir. Əgər həmin şəxs ölübsə, demək burada itki yüzlərlədir. Digər bir fakt artilleriya ateşi ilə zərərsizləşdirilən hərbiçi sayı ilə bağlıdır. Azərbaycan ordusunun təmizlədiyi ərazilərdə düşmənin artilleriya batareyaları məhv edilib ki, burada da minimum 90 nəfərlik itki qaçılmazdır. Həmçinin, həmin ərazilərdə 400 nəfərlik şəxsi heyətlə bir piyada batalyonu da olub ki, onların da 15-30% itirildi. Beləliklə də, hərbi ekspert Azərbaycan tərəfindən açıqlanan və düşmənin 370 nəfərli itkisinin real olduğunu, bəlkə də daha artıq ola biləcəyini istisna etmir. Beləliklə, qısa müddətli hərbi əks həmlə əməliyyatında Azərbaycan ordusu mütləq qələbə qazandı. Cəbhədəki son vəziyyət göstərdi ki, Azərbaycan tək hərbi qüdrətinə görə deyil, psixoloji baxımdan da düşməndən qat-qat güclüdür. Bu güc isə tək ordumuza yox, bütün xalqımıza məxsusdur. Döyüşlər başlayan andan Azərbaycan xalqı bir yumruq kimi birləşdi. Erməni tərəfdən isə yalnız təşvişə düşmək və döyüş yoldaşlarını qoyub qaçmaq kimi xəbərlər gəldi. Hər iki tərəfdə yaşanan psixoloji durumu Nicat Qafuroğlu faktlarla təhlil edib. İstənilən xalqın etnopsixologiyası, xarakteri döyüş meydanında daha dəqiq tanınır. Azərbaycan ordusunun cəbhə xəttində ermənilərin təxribatlarına cavab olaraq keçirdiyi hərbi əməliyyatlar hər iki tərəfin psixoloji durumunu çılpaqlığı ilə göstərdi. Erməni mətbuatı nə qədər gizlətməyə çalışsa da, sosial şəbəkələrdə ortaya çıxan real kadrlar real vəziyyətdən xəbər verirdi. Biz son 4 gün ərzində erməni əskərinin fərarliyini də gördük, ermənilərin təşvişini də müşahidə elədik. Prezidentlərindən tutmuş üzü aşağı. Təxribat planı baş tutmayan Sarqisyanın arda-arda verdiyi bütün açıqlamalarda yalvarış tonu açıq-aydın hiss olundu. Digər bir məqam. Azərbaycan gəncliyi yumruq kimi birləşdi. Orduya dəstək aksiyaları keçirildi. Könüllü olaraq döyüşmə arzuları dilə gəldi. Ermənistanda isə bu könüllülük prosesində bir nəfər də olsun gənc görmək mümkün deyil. Yayılan kadrlardan yalnız bir neçə yaşlı erməninin könüllü olaraq döyüşmək istədiyini gördük. Hərəkət etməyə belə çətinlik çəkən həmin qocaların Azərbaycanın qüdrətli ordusu ilə döyüşəcəyi fikri sadəcə gülüş doğurur. Sonra elə Ermənistan mətbuatı yazdı ki, komandirləri ordudan yayındığı üçün bir neçə erməni əskərini güllələyib. İstər bu təhdid edici xəbərlər, istərsə də qurulan postlar Qarabağdan qaçan ermənilərin qarşısını ala bilmədi. Ötən gün səhər saatlarından Azərbaycanın işğal edilmiş ərazilərində, xüsusilə Ağdərə və Kəlbəcərdə xaricdən gətirilib məskunlaşdırılan ermənilər yaşadıkları bölgəni tərk etməyə başladılar. Əskəranda məskunlaşdırılan ermənilər də meşə yolu ilə Xan kəndinə getmək istəyərkən polislərlə sakinlər arasında toqquşma baş verdi.
Onların bu qorxaq mövqeyi döyüş meydanında da sərgiləndi. Ermənistan əskərləri ordumuzun həmlələrindən vahiməyə düşərək silah sursatını ataraq qaçdı. Qorxu o qədər güc gəlmişdi ki, əskər yoldaşlarının meyitlərini özləri ilə aparmağı da unutdular. Qondarma Dağlıq Qarabağ Respublikasının Qondarma Müdafiə Naziri, Ermənistanın Müdafiə Naziri Seyran Ohaniyana yazdığı məktubla bütün bu deyilənləri bir daha təsdiq etdi. Məktubda qeyd olunur ki, təmas xəttində intensivləşən atışma səbəbindən Əskəran, Ağdərə və Xocavənd rayonlarının əhalisi yaşayış yerlərini tərk edərək Ermənistan istiqamətində hərəkətə başlayıb. Onların qarşısını almaq məqsədi ilə Əskəran şəhərinin çıxışında postlar quraşdırılıb. Hərbi qulluqçular arasında fərarilik halları qeyd alınıb. Vəziyyət ermənilər üçün o qədər acınacaqlıdır ki, hətta dezinformasiya tirajlamaq üzrə ixtisaslaşan Ermənistan mətbuatı susmağa üstünlük verir. Proporsiyalar tamam dəyişib. İndiki hərbi siyasi vəziyyət əvvəlki hərbi siyasətdən ciddi şəkildə fərqlidir. İndi çox inandırıcı deyil. Dünya ətbaatı, dünya ictimaiyyəti Azərbaycanı haqlı tutur. Azərbaycanda isə vəziyyət tam fərqlidir. Döyüşlər başlayan gündən, yaşından, peşəsindən, mövqeyindən asılı olmayaraq hər kəs, bütöv xalq bir yumruq kimi birləşdi. Bu hadisələr Azərbaycandakı insanlara ruh yüksəkliyin qəbul olundu. Ne uzun müddətdir Azərbaycan xalqı qələbəyə ehtiyacı var idi. Onun Azərbaycan xalqı öz çalışmaları ilə, öz orduya qiyməti ilə, qayğısı ilə bu günü haqq etmişdi. Və əlbəttə ki, belə bir hadisənin Azərbaycan torpağının bir qarışında qaytarılması bizim üçün çox önəmlidir. Bu günlərdə hər kəs orduya dəstəyini nümayiş etdirdi. Hər kəs bacardığı qədər. Azərbaycan vətəndaşı sübut etdi ki, bu haqq savaşında güclü ordusu, qüdrətli dövləti ilə çiyin-çiyinədir. Biz gördük ki, istənilən an bütöv bir xalq kimi səfərbər ola bilirik. Qarabağdan qaçan erməni ailələrini, döyüşdən qaçan erməni gəncini isə qınamayaq. Axı nə uğrunda döyüşdüyünü ona izah edən olmayıb. Daha dəqiq desək, bunun izahı yoxdur axı. Nicat Qafiroğlu, Fərid Əlizadə, Bakı. İşğaldan azad olunan Lələtəpə ordumuza Füzulidən Zəngilana, Cəbrayıla gedən yolu nəzarətdə saxlamağa imkan verir. Geri qaytarılan Seysulan kəndi isə erməniləri Tərtər və ona yaxın ərazilərdən uzaqlaşdırmağa şərait yaradır. Ehtiyatda olan polkovnik Məhərrəm Cahangirov Azərbaycan ordusunun uğurlarını və qələbə ilə əldə olunan yüksəkliklərin strateji əhəmiyyətini Region TV-yə təhlil edib. Lələtəpə yüksəkliyi elə bir strateji yüksəkliyidir ki, o artıq Füzulidən Zəngilana, Cəbrayıla gedən yolu nəzarət altında saxlayır. Aprelin əvvəlindən cəbhədə yaranan gərginlik Azərbaycanın Ermənistana qarşı verdiyi cavabın hələ ilk mərhələsidir. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsə, silahlı ordumuz düşmənə layiqli cavab verməyə davam edəcək. Onlar indi vahimə içindədirlər. Onlar elə bir panika içərisində yaşayırlar ki, onlar bilmirlər nə etsinlər. Silahlı qüvvələrimizin ayın birindən başlayan bu əməliyyat davam eləyir və elə hesab edirəm ki, davam eləməlidir. Artıq səbrimiz də düşənib. Ehtiyatda olan polkovnik işğaldan azad olunan yüksəkliklərin strateji əhəmiyyətindən də danışır. Lələtəpə ordumuza Füzulidən Zəngilana, Cəbrayıla gedən yolu nəzarətdə saxlamağa imkan verir. Bu düşmən üçün ölümdən beş betərdir. Talış dağı yaşayış məntəqəsinin ətrafında olan o yüksəkliklər, o zirvələr artıq düşmənin 10 kilometrlərlə dərinliyinə müşahidə eləməyə imkan verir. Onların hərəkətini izləməyə imkan verir. Seysulan, o Rusiyasından bir appendisit kimin idi də? İndi orada cəbhə artıq düzəlib, Tərtər bölgəsinə, filana, bəs məkana o qədər ziyan vurmağa imkanları yoxdur. Azərbaycan ordusunun gücü təkcə onun sahib olduğu texnikada deyil, döyüş ruhunda, əhvalındadır. Bu fikri səsləndirərkən belə göz yaşlarını saxlaya bilməyən keçmiş döyüşçü sözlərinə belə yekun vurur. Ayşə İsazadə, Namiq Abdullayev, Bakı. Azərbaycan atəşkəs dövründə də hər zaman Ermənistanın təxribatı ilə qarşılaşıb. Qoşunların təmas xəttində yaşayan mülki əhali bu illər ərzində hər gün atəşə məruz qalıb, dinç yaşayış tərzi pozulub. Artıq Azərbaycanın səbri tükənib və hər təxribata artıqlaması ilə cavab veriləcək. Milli Məclisin sədri Oqtay Əsədov parlamentinin plenar iclasını bu fikirlə açıq elan edib. Cəbhədə baş verənlər Milli Məclisin gündəliyini tamam dəyişdi. İclas şəhidlərin ruhunun yad edilməsi ilə başladı. Allah ölənlərə rəhmət eləsin, yaralılara şəfa versin.
Aprelin 1-i gecə saatlarından başlayan gərginliyin səbəblərindən biri beynəlxalq təşkilatların indiyə qədər konkret iş görə bilməməsidir. Rəsmi Bakı ATƏT Minsk qrupunun bugünkü toplantısına heç bir ümid bəsləmir. Minsk qrupu toplanır, ancaq bu Minsk qrupu toplantısında bir inam yoxdur. Yəqin ki, Azərbaycan qoyduğu şərtlər yerinə yetiriləcək, yerinə yetirilməsə bu gərginliyin necə olacağı gələcək göstərəcək. Ermənilər artıq belə demək mümkünsə, hədlərini aşıblar. Artıq o qədər cəzasız vəziyyətdən istifadə edərək, çünki beynəlxalq təşkilatlar bunlara heç bir təzyiq göstərmir, Minsk qrupunun həmsədrləri heç biri konkret bir söz demir, gəlirlər, bəyanat verirlər, amma əməldə bir iş yoxdur və sonradan da məlum olur ki, əslində Minsk qrupunun həmsədrləri elə bunlara dayaqdılar. Azərbaycanın ərazi bütövlüyünün təmini danışıqlar mövzusu olmayıb, ola da bilməz. Rəsmi Bakı danışıqlara ancaq Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxandan sonra gedə bilər. Bu anlaşılmalıdır. Bu istiqamətdə də biz siyasətimiz davam edir. Ermənistan birinci dəfələn provokasiya edir. Son provokasiya hansı ki mərmilərdən bizim kəndləri atışa tutdular və Azərbaycan ordusu məcbur oldu ki, bu provokasiya artıq bezənnəsi bu cavab versin. Bir dəfə Ermənistana həmlə cavab verildi. Artıq Mardakətdən başı Şuşaya kimi bütün ermənilər boşalırlar. Təmas xəttindəki mülki əhali gərginlik şəraitində yaşasa da gündəlik həyat davam edir. Milli Məclisin sədr müavini Bahar Muradova güya Azərbaycanda kəndlərin boşaldılması, erməni mətbuatı və onların havadarlarının yaydığı məlumatlara istehza ilə cavab verdi. Bilsinlər ki, təmas xəttində yaşayan mülki əhali hazırki vəziyyətdə özünü doğrudan da Səngərdə hiss edir və elə ora əsl Səngər əhval-ruhiyyəsidir və ən ucqar nöqtəyə qədər, təmas xəttinə ən yaxın əraziyə qədər heç bir nəfər öz yerindən tərpənməyib, hamı öz işində, gücündə, əkin biçinində, eyni zamanda nəbzi, bugünkü həyatımızın nəbzi ilə döyünür. Qoşunların təmas xəttindəki vəziyyəti müzakirəsindən sonra gündəlikdə olan 21 məsələ gündəmə gətirildi. Ayşə İsazadə, Namiq Abdullayev, Bakı. ATƏT-in Minsk qrupu ölkələrə o cümlədən quruma 2017-ci ildə sədrlik edəcək Avstriya və sabiq sədr Serbiya təmas xəttindəki gərginliyi qətiyyətlə pisləyib. Bu barədə Minsk qrupu ölkələrinin birgə bəyanatında deyilir. Sənəddə toqquşmalardan əziyyət çəkən ailələrə başsağlığı verilir. Vəziyyətin pisləşməsi həmsədrlərin himayəsi altında hər tərəfli sülh sazişi üzrə təcili danışıqlara ehtiyacın olduğunu göstərir. Minsk qrupunun üzv ölkələrin nümayəndələri Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa həmsədrlərinin vasitəçilik səylərinə dəstəklərini ifadə edir və tərəflərlə mümkün qədər tez bir zamanda birbaşa məsləhətləşmələrin aparılması ilə bağlı planlarını alqışlayırlar. Bugün Viyanada ATƏT-in Minsk qrupu ölkələrinin geniş formatda görüşü keçirilib və Rusiyalı həmsədr Igor Popov və Fransalı həmsədr Pierre Andrieu bu görüşü gözləmədən regiona yola düşüblər. Səfər müddətində onlar Bakı, İrəvan və Xankəndində olacaqlar. Amerikalı həmsədr James Orlik isə daha sonra vasitəçilərə qatılacaq. Bütün dünya bilsin ki, qiyamətə qədər Azərbaycanın yanındayıq. Türkiyənin baş naziri Əhməd Davutoğlu belə deyib. Nazir son bir neçə gündə cəbhə xəttində Ermənistanın hücumlarını diqqətlə izlədiklərini və lənəslədiklərini bildirib. Dağlıq Qarabağda dahil olmaq üzrə Azərbaycana dəstəyimizi bugündən sonra da davam etdirəcəyik. İşğal altındakı bütün torpaqları azad edilənə kimi 78 milyon olaraq Azərbaycanın yanında olacaq. Azərbaycanın itirdiyi hər şəhid bizimdir. Bütün dünya bilməlidir ki, Türkiyə Ermənistanın hücumları qarşısında Azərbaycan ilə çiyin-çiyinə dayanmağa davam edəcək. Rusiyanın Live News telekanalının çəkiliş qrupu Azərbaycandan deportasiya olunub. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, telekanalın jurnalistləri Azərbaycanda heç bir rəsmi akreditasiya olmadan çalışıblar. Həmçinin cəbhədə son baş verənlərlə bağlı təxribat xarakterli yalan məlumatlar yayıblar. Xatırladaq ki, bu telekanalın rəhbəri erməni Aşot Gabrielyandır. Telekanalın təxribat xarakterli məlumatlarına Region TV dərhal reaksiya verib və müvafiq qurumlar tərəfindən Rusiya telekanalına etiraz bildirildi. Sosial şəbəkələrdə də geniş ictimaiyyət Live News-a etirazlarını bildirərək Azərbaycana qarşı təxribatlara son qoyulmasını tələb ediblər. Xatırladaq ki, elə bundan əvvəl Rusiyanın digər kanalı NTV də belə təxribatı əl atdı və Region TV-nin təxribatı ifşa etməsi ilə bu kanala da etiraz bildirdi.
Ermənistan işğal etdiyi əraziləri tərk etməli və münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupun Bakıda keçirilən 44-cü iclası da cəbhədə baş verən hadisələrin müzakirəsi ilə başlayıb. Xarici İşlər Nazirinin müavini Xələf Xələfov dünya ictimaiyyətini Ermənistana təsir göstərməyə çağırıb. Ermənistan münaqişənin sülh yolu ilə həll olunmasında maraqlı deyil. Beynəlxalq hüquqa məhəl qoymur. Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad olunmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmir. Ermənistan qəbul etməlidir ki, Dağlıq Qarabağda daxil olmaqla Azərbaycan Respublikasının bütün işğal olunmuş ərazilərini azad etməlidir və münaqişə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü çərçivəsində sülh yeri ilə həllini tapmalıdır. Xələf Xələfov həmçinin Xəzərin hüquqi statusu ilə bağlı bütün məsələlərin Xəzəryanı ölkələrin suverenliyi və hüquqlara hörmət əsasında həllinin vacibliyini vurğulayıb. Xəzər dənizinin hüquqi statusu ilə bağlı işçi qrupunun 44-cü iclasına Rusiya, Qazaxstan, İran və Türkmenistandan olan işçi qruplarının rəhbərləri qatılıb. İclas aprelin 6-sına qədər davam edəcək. Hörmətli tamaşaçılar, bir daha xatırladım ki, Region TV-nin əməkdaşları cəbhədə vəziyyət gərginləşəndən təmas xəttindədirlər və operativ çəkilişlər həyata keçirirlər və biz indi daha bir bölgəmizlə əlaqə yaradacağıq və Region TV-nin xüsusi müxbiri Cümşüd Məmmədov Tərtərdə olmalıdır, daha doğrusu Füzulidə olmalıdır və biz hazırlıq bizimlə birbaşa bağlantıdadır. Cümşüd, axşamın xeyir olsun. Füzulidə necədir vəziyyət? Buyur, səndən istəyik. Hazırda Füzuli Cəbrayıl istiqamətində biz Cəbhəyanı kəndlərdəyik, mütəmadi müşahidələrimizi davam etdiririk. Deməli, saat 12 radələrindən üzü axşama tərəf hər iki tərəf Erməni silahlı birləşmələri və Azərbaycan silahlı qüvvələri ötəyinə götürdüyü atəşkəs vədinə əməl edərək qarşılıqlı olaraq deməli atəş açmırlar bir-birinə. Kənddə həyat özü xeyirlə davam edir və biz mütəmadi hərbiçilər və kənd sakinləri ilə söhbətlər aparırıq. Ümumilikdə bütün cəbhə boyu müşahidələrimizi davam etdiririk. Səlinə. Cümşüd, çox sağ ol və bir daha xatırladacağım çünki biz aprelin 1-dən elə cəbhədə vəziyyət gərginləşəndən Region TV-nin əməkdaşları təmas xəttindəki, o cümlədən cəbhə xəttindəki vəziyyətlə bağlı ən son xəbərləri həm operativ, həm də doğru çatdırmağa çalışdıq. Biz buraxılışımızı davam etdiririk. Cəbhədə hərbi birləşmələrimizin uğurlu əməliyyatları fonunda Anama azad edilən torpaqların mina və partlamamış sursatlardan təmizlənməsinə hazır olduğunu bəyan edib. Ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi üzrə Milli Agentlikdən Region TV-yə verilən məlumatda ilkin olaraq təmizlənəcək ərazilər də açıqlanıb. Dağlıq Qarabağ işğaldan azad olunduqdan sonra ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi üçün əlavə canlı qüvvə cəlb olunması mütləqdir. Təxmini qiymətləndirməyə görə işğal altında olan Azərbaycan torpaqlarında 100 minlərlə təhlükəli hərbi vasitə var. Düşmən tərəfi işğalda saxladığı əraziləri bu gün də minalamaqda davam edir. Uzun illərdir ki, hazırlıq işləri görürük. Qarabağın alınması zamanı dövlətlə birgə həmin ərazilərdə mina təmizləmə əməliyyatlarının aparılması və bu işlərin görülməsi üçün kifayət qədər qüvvənin və resursların cəlb olunması mümkün variantlardan. Ermənistan qoşunlarının əraziləri necə gəldiyi mina və hərbi sursatlarla çirkləndirdiyini nəzərə alsaq, təmizləmə prosesinin uzun müddət davam edəcəyini demək olar. Anama ilkin mərhələdə vacib ərazilərdə sürətli əməliyyatların aparılmasını planlaşdırır. Yollardır, su mənbələridir, elektrik xətləridir. Yəni, ilkin olaraq hər hansı bir tapşırıq olarsa dövlətimiz tərəfindən dərhal biz sonra o istiqamətə reaksiya verərək həmin ərazilərdən müəyyən işlərin görülməsini biz mümkün hesab edirik. Anama supervizorləri hazırda müxtəlif yaşayış yerlərinə düşən və partlamayan sursatların təmizlənməsinə cəlb olunub. Artıq geriyə qayıdışı təmin etmək üçün yaşayış məntəqələrinin və əkil sahələrinin təmizlənməsi ilə bağlı strateji plan da hazırdır. Elnur Şibliyev, Leyla Abbasova, Birəhməd Eminov, Bakı.
Təmas xəttinə yaxın 28 məktəbdə tədris dayandırılıb. Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində yaratdığı təxribat nəticəsində cəbhə boyu bölgələrimizdəki gərginlik nəticəsində Goranboyun, Tapqaraqoyunlu, Yuxarı Ağca kənd, Aşağı Ağca kənd, Yeni kənd, Şəfəq, Qaraçinar, Zeyvə, Qaraqucaq kənd məktəblərində Xocalı şəhər 4 nömrəli, 5 nömrəli və Cəmilli və Meşəli kənd məktəblərində Kəlbəcər rayonunun 15 məktəbində təhlükəsizlik məqsədi ilə tədris müvəqqəti dayandırılıb. Paytaxtın ali təhsil müəssisələrinin tələbələri Azərbaycan əskərlərinə mənəvi dəstəyi davam etdirib. Torpaqlarımızı canı bahasına qoruyan əskərlərimizdə ruh yüksəkliyi yaratmaq üçün daha bir neçə universitetin tələbəsi bir yerə toplaşıb. Qarabağ bizimdir, bizim olacaq! Qarabağ bizimdir, bizim olacaq! Tarix boyu Azərbaycan öz torpaqlarına sahib olmaq üçün mübarizə aparıb. Bugün də tələbə gənclər Azərbaycan torpaqları uğrunda mübarizə aparan əskərlərə mənəvi dəstək olmaq üçün bura yığışıblar. Azərbaycan ordusunun yüksək əhval-ruhiyyəsi birbaşa gənclərdən asılıdır. Əlimizdən gələni edirik ki, Azərbaycan əskəri bir an belə olsun bizim onlar inamımızdan şübhələnməsin. Turizm və Menecment Universiteti, Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələri cəbhədə baş verənləri alqışlayır. O gün olsun biz Qarabağımızı da alaq, biz Qarabağımızdan bayrağımızı da asağın. Nəinki mənim, ümumiyyətlə bütün Azərbaycan oğul və qızlarının vətənə olan borcu odur ki, Ali Başkomandanımız sərəncam verərsə, işğaldan azad etmək üçün canımızdan da keçəcək. Ermənilərin belə bir iddiası var ki, onlar işğal etdikləri torpaqlarda qurduqları sərhəddi Azərbaycan əskərləri, Azərbaycan ordusu keçə bilməyəcəkdir. Lakin Azərbaycan ordusu onların işğal etdiyi torpaqların artıq bir hissəsini geri almışdır və biz ümid edirik ki, bunların sonuna qədər torpaqlarımızı geri alacaq. Azərbaycanı sarsıtmağa çalışan düşmən ordusunun hələ çox ümidi puç olacaq. Bu hər tələbənin, hər müəllimin, hər bir insanın, qızın, oğlanın böyük əhval-ruhiyyəsi, mübariz əhval-ruhiyyəsi onu göstərir ki, bizim hər birimiz vətən uğrunda vuruşmağa, qalib gəlməyə, ölməyə yox, qalib gəlməyə hazırıq. Biz yalnız Ali Başkomandanın əmrini gözləyirik. Ali Başkomandanın əmrini gözləyən gənclər torpaqlarımız uğrunda canından keçməyə, can almağa hazırdılar. Leyla Abbasova, Mirəhməd Eminov, Bakı. Vətəndaşların Azərbaycan əskərlərinə qan vermək üçün keçirdiyi aksiya paytaxtda davam edib. Artıq 2 gündür könüllü qan vermək istəyənlər Mərkəzi Qan Bankının qarşısına yığışır. Təkcə bu gün ərzində Respublika üzrə 2000 nəfər insan qan vermə aksiyasında iştirak edib. Son günlər toplanan qan komponentləri ayrılaraq cəbhə bölgəsindəki xəstəxana və hospitallara göndərilir. Hazırda Mərkəzi Qan Bankında kifayət qədər ehtiyat var. Mən qan verərək onlara kömək eləmək istəyirəm. Yəni, mənim də gücüm buna çatır. Özümüz orada olmasaq da, ən azı əskərlərimizə kömək oluruq da. Mənim qardaşım da oradadır, əskərlikdə, ön cəbhə tərəflərdədir. İnşallah Allahın köməkliyi ilə torpaqlarımız qayıtsın, əskərlərimizə də ki, Allah kömək olsun da, hamısını Allah qorusun, şəhidimiz az olsun. Bugün hər kəs bir amal uğrunda həmrəylik nümayiş etdirir. Vətən torpağı qazanılan zəfərlərin sevincini yaşayır. Sənə hər an can qurban Azərbaycan. Bəli, dövlət himnimizdəki bu kəlmələr bugün hər bir Azərbaycanlının həyat devizinə çevrilib. Köksümüzü sipər edib keçdi irəli. Cəbhədə silahlı qüvvələrimizin həyata keçirdiyi uğurlu əməliyyatlar Azərbaycanın hər bir bölgəsində olduğu kimi Sərhəd rayonu Tovuzda da böyük ruh yüksəkliyi yaradıb. Tovuz Peşə Məktəbinin kollektivi də təmas xəttində qazanılan zəfərlərin sevincini yaşayır. Möhkəm belə ordumuz var və bir neçə kəndimizi geri qaytarıb və bir neçə yüksəkliklərə ələ almışıq. Və inşallah bu xəbərləri, daha bir xəbərimizi Qarabağa işğal olunmuş torpaqlarımızı geri qaytarmaqla ürəklə getmək istəyirik cəbhəyə və Ali Başkomandanın xəbərini gözləyirik ki, biz də gələk cəbhəyə və torpaqlarımızı geri qaytarmağa ondan başla hazırıq. Düşmənlə döyüşməyə, ordumuzun daha qüvvətli olduğuna inanırıq. İnşallah uğurlarımız davamlı olar və bütün işğal olan torpaqlarımız azad olar. Və üçrəkli bayrağımız inşallah Qarabağda dalğalanar və buna inanırıq, Azərbaycan ordusuna güvənirik. Mən də bir Azərbaycanlı oğluyam. Mən də istəyərəm ki, gedən cəbhədə dövüşəm. Canımızdan, qanımızdan keçməyə hazırıq. Əlbəttə ki, biz gedib Qarabağı alacaq. Bu
İnşallah bu üç rəngli bayrağımızı Qarabağda yüksəldərik. Cəbhədəki əsgərlərimizə möhkəm olmağı, qələbə zəfər yürüşlərini davam etdirməyi dəstəkləyik və onlar da bilsin ki, Azərbaycan xalqı, Azərbaycan gənci onların arxasındadır və onlar da rahat, belə əzmlə, daha da mətanətlə döyüşsünlər. Bugün silahlı qüvvələrimiz bir tarix yazır. Son 10 illiklərin ən uğurlu əməliyyatlarını həyata keçirir. İşğalda olan əzəli və əbədi torpaqlarımızın tezliklə azad olunacağı günün sevincini yaşamaq arzusu ilə. Şəhla Poladova, Royal İslam, Tovuz. Son günlər ölkənin əsas gündəmi təbii ki, ordumuz və əskərlərimizin cəbhə xəttində əldə etdikləri uğurlarıdır. Qazandığımız qələbə xəbərləri hər kəsə qürur verir. Elə part arxasında əyləşən gələcəyin əskərləri sayılan məktəbliləridir. Vətənməni yetişdirib bu ellərə yolladı, bu torpağa qurban eyib Allaha ismarladı. Boş oturma çalış dedi, xidmət elə vətənə, südüm sənə halal olma, sən başaysan düşmənə. Xeyr, sizə elə gəlməsin ki, bu kadrları vətənimizdəki hansısa hərbi hissədə lent almışıq. İzlədiyiniz görüntülər Qubanın Qaraçay kənd tam orta məktəbində çəkilib. Hərbi forma geyinən yeniyetmələr isə tədris ocağının 11-ci sinif şagirdləridir. Özümün də hərbiyə böyük marağım var. Gələcəkdə bir ildən sonra hərbi xidmətə çağırılaraq Azərbaycan Respublikasının xidmətində durmağa hazıram. Gələcəkdə hərbiçi olmaq istəyirəm. Bizim cəbhədə gedən hadisələrdən xəbərimiz var və ordumuza güvənirik və inanırıq ki, bizim işğal olunan torpaqlarımız geri qaytarılacaq. 17 yaşım var. Bir ildən sonra hərbi xidmətə çağırış gələcək və hər an ölkəmizin torpaqlarının azadlığı uğrunda torpaqların keşiyində durmağa hazıram. Şagirdlərə ibtidai hərbi hazırlıq fənnini tədris edən Aslan Ələsgərov 1-ci Qarabağ Savaşında 5 il iştirak edib. Qarabağ müharibəsi veteranı olan Aslan Ələsgərov artıq 16 ildir ki, hərbi sahədə olan biliklərini və təcrübəsini yeniyetmələrə öyrədir. Son günlər cəbhə xəttində baş verən hadisələrin məktəblilərdə vətənpərvərlik hissini daha da artırdığını qeyd edən keçmiş döyüşçü, ordumuzun ələ keçirdiyi məntəqələrin əhəmiyyətli mövqelər olduğunu bildirib. İnsanlarda, gənclərimizdə, tək gənc yox, elə analarımızda, bacılarımızda, atalarımızda hal-hazırda elə bir ruh yüksəkliyi, vətənpərvərlik hissi oyanıb ki, hamı istəyir gələ döyüşə getsin, nə ilənsə oradakı əskərlərə bir kömək göstərsinlər. Orta məktəblərdə ibtidai hərbi hazırlıq fənni 10-11-ci sinif şagirdlərinə həftədə 2 dəfə tədris olunur. Məktəblilər Fövqəladə Hallar Nazirliyinin ötən il Xaçmazda keçirdiyi gənc xilasedici və yanğın söndürən zona yarışında qalib gələrək final mərhələsinə vəsiqə qazanıb. Qəbələ rayonunda təşkil olunan Respublika birinciliyində isə Quba komandası dağ xilas etmə işləri mərhələsində hamıdan güclü olmağı bacararaq birinci yeri tutub. Elnur Abdurrəhmanlı, Elmar Hacıyev, Quba. Bu sonuncu sujetimiz idi, amma sonda qeyd etmək istəyirik ki, bu günlər ərzində cəbhədə gərginlik artdığından Region TV əyləncəli proqramları və filmləri təxirə salmışdı. Şanlı ordumuzun əməliyyatları uğurla başa çatdı və bunu nəzərə alan Region TV proqramlarını sabahdan eyni formatda davam etdirəcək. Bununla yanaşı qoşunların təmas xəttində və cəbhəyanı bölgədə olan müxbirlərimiz vəziyyəti nəzarətdə saxlayacaq və istənilən dəyişiklik barədə sizə operativ xəbərlər çatdıracaq. Bugün Azərbaycan xalqı qələbəni qeyd etdiyi vaxtda cəmiyyətimizdə 12 nəfər var idi ki, onlar hətta müharibədən xəbərsiz idilər. Bu insanlar Ferma reality şousunun iştirakçılarıdır və qələbəmiz haqqında xəbərə onların reaksiyasını buraxılışımızdan sonra efirə gedəcək Ferma reality şousunda izləyə bilərsiniz. Amma sonda bir daha xatırladım ki, işğal altındakı ərazilərin faizi azaldıldı və 2 günlük əməliyyatların nəticəsi belə deməyə əsas verir və əmin olun ki, bu hələ başlanğıcdır. Qələbəmiz mübarək. Diqqətinizə görə minnətdaram. Sabah yenidən görüşərik. Sağ olun.